Salamlar hər birinizə. 12 aprel 9-cu sinif buraxılış imtahanına düşmüş sualların izahına baxaq. 57-ci sualdan başlayaq. Birinci bizə deyir ki, 12 tam 4-də 3. Yəqin ki, burada vurmadı. Burada tam görünmür. Yəqin bu şəkil olacaq. 12 tam 4-də 3 vur 2. Bunu düzgün olmayan kəsrə çevirəcəm. Burada 1 yazıram. Birinci bunu həll edirəm. Düzgün olmayan kəsrə çevirəcəm. Olacaq 4-də 12 vur 4 48 üstə gəl 3 51 verir mənə. Vur 2. 4 ilə 2-ni ixtisar aparıram. Qalacaq 2-də 51. Bunu səliqə ilə yazaq. 51. İkinci əməlim isə çıxmadı. Mötəzənin içindəki əməldir. Yəni 1 yazdım. 2-ni hesablayıram. 2-də 51-dən çıxıram 27-ni. Bərabərdir. Bu da verəcək mənə 2-də 54 mənfi 2-də 3 almış oluram. Saxlayıram bir tərəfdə. Bir də üçüncü əməl. Bu digər mötəzəni kvadrata yüksəldəcəm. Yəni yazıram. Kvadrata 3 yazım. Əvvəlcə sonra belə yazaq. 3. Kvadrata yüksəltsəm 3-ün surətdəki mənfi, elə bil mənfi bilirəm ki, kvadrata yüksəldirəmsə müsbətə çevirəcək. 3-ün kvadratı 9-dur, 4-ün kvadratı da 16-dır. Aldım 16-da 9. Sonra mənə deyir ki, mənfi 2-də 3-ü böl 16-da 9-a. Bu da mənim 4-cü əməlim. Mənfi 2-də 3-ü bölürəm 16-da 9-a. Bölmə əməlini yerinə yetirən zaman bilirəm ki, birinci kəsirim olduğu kimi qalır. İkinci kəsir tərs çevirirəm. 9-da 16. 2 ilə 16-nı ixtisar edirəm. 8. 3 ilə 9-u ixtisar aparıram. 3-ü 3-ə 1, 9-u 3-ə 3. Bərabərdir. Bərabər olacaq. Mənfi 8 bölünsün 3. Görək belə bir cavab varmı burada? Yoxdur. Ona görə tam şəklini ayıracağım. Mənfi 2 tam. Qarşı qədər şəklində yazacağım. 2. Mənfi 2 tam 3-də 2. Belə bir cavabımız varmı? Bu yəqin ki, burada 3-də 2-dir. Cavab olacaq burada D bəndi. Yəni keçək digər sualla. 2,5% mis olan 1 ton mis koçedanından 21 kiloqram mis alınmışdır. Neçə faiz mis itkiyə gedər? Əvvəlcə baxaq. 1 tonumuz neçə kiloqramdır? Biz bilirik ki, 1 tonumuz 1000 kiloqramdır. İndi 1000 kiloqramın içində deyir 2,5% mis var. Yəni belə yazıram. 1000 kiloqram içində 100% götürürəmsə, indi 2,5% mis olan, yəni 2,5% faizi bilirəm, faizin altından yazıram. 1000 kiloqramın içində nə qədər varsa onu götürürəm. Necə tapacağım? X bərabər olacaq. Çarpaz vururam. 1000 vur 2,5 bölünsün 100-ə. Bunlar gedəcək, qalacaq 25. Deməli, 25 kiloqram deməli mis, daha doğrusu koçedanın içində 25 kiloqram imiş mis. 25 kiloqram mis var. 25 kiloqram 2,5% mis eləyir də bizə. Tapdım 25 kiloqramı. Deyir ki, 25 kiloqram mis alınmışdı. 25-dən 21 kiloqram alınıbsa nə qədər itkiyə gedib? 4 kiloqram gedib. Yazıram belə. 25 kiloqram imiş tərkibində. Buna 100% deyirəm. Nə qədər itkiyə gedib? Yəni 25-dən 21-i çıxsam, görürəm ki, 4 kiloqramı itkiyə gedib. Yəni 4-ü yazıram burada. X. Buna da bir X deyirəm və yaxud da buna X deməyim, bir Y deyim. Baxın görün, bunu niyə silmə? Silindi. Hamısı silindi. Burada 100 yazım. 4-də də bir dənə Y deyirəm. Çarpaz vuranda görürəm ki, 100 vur 4 bölünsün 25. Bununla bu gedəcək. Cavab olacaq 16. Burada da cavab eləyir B bəndi. İndi digər suala baxaq. Koordinat müstəvisində ABCD kvadratını A4,1, C2-1, D2,1 təpələri verilmişdir. B təpəsinin koordinatlarını tapın deyir. Tapaq. Əvvəlcə bunu qəşəng çəkək. Ya da bunu bir dəqiqə gözləyin, səhifə açsam. Digər səhifədə izah verim. Baxaq indi bura. Bunları silək. Baxaq buna. Deməli, ABCD kvadratının koordinat müstəvisində belə bir kvadrat verib. Əvvəlcə qeyd eləyək də kvadrat almaq üçün. Bu mənim X oxumdur, bilirik də. Bura mənim Y oxumdur.
4 A nöqtəsi 4-lə 1-dir. Deməli, x-in 4 olduğu nöqtə buranı götürsəm, burada y-in 1 olduğu nöqtədir. Yəni, bax, bura A nöqtəsidir. Qeyd etdim, 4-lə 1. Qeyd etdim. Sonra keçirəm. S-nin də 2 ilə -1 olduğunu deyir. 2-ni burada yazsam, x-im 2-dir, y-im də -1-dir. -1 də gəlib düşür bura. Buradan bura. Burada S nöqtəsidir. Yəni 2 ilə -1. D nöqtəsində 2 ilə 1-dir. 2 ilə 1, bunu da bir fərqli rənglə göstərim. 2, x-im 2-dir. Belə çəksəm, hara getdi qələm? Dəqiqə, hə. Buradan belə çəksəm. Bir dəqiqə, aha, mən də dəymişəm bura, deyirəm niyə çək. 2 ilə 1 qeyd edirəm. Burada düşür D nöqtəsi. İndi mənə deyir ki, B təpəsinin koordinatları hara düşəcək? Baxaq, B təpəsinin koordinatları hara düşür? Gəlin baxaq. A deməli, B, C, D. Deyir ki, buradan bura 2-dir. Deməli, burada kvadrat B təpəsinin, bizə bura düşəcək də, elə bil ki. Baxın. Deməli, B nöqtəsi də baxın, göstərirəm sizə harda olacaq. B təpəsi də bunun kvadrat olması üçün bilirəm ki, bu üst-üstə düşməlidir də. Bu da B nöqtəsi olacaq. B nöqtəsi olacaq 4 ilə -1. Baxın, belə baxanda düzdür. Buna belə baxanda, bütöv kimi baxanda düzbucaqlıya oxşuyur. Amma belə baxaq. Buradan bura. Bir dənə orada, bir dənə göstərim bunu sizə. Baxın. Bax, belə baxanda buradan bura 2-dir. 1 ilə bu 1-i toplasam, buradan bura 2 olacaq. Amma buradan burada, bax, 4-dən 2-yə məsafə nə qədərdir? 2-dir. Həqiqətən də kvadratı almış oldum, almış oldum. Cavab olacaq burada 4 ilə -1. Burada qeyd eləyək bunu. Deməli, 4 -1. Hansı cavab eləyir? Cavab eləyir D bəndi. Keçək digər suallara. 60-cı suala baxaq. Bizə deyir ki, A-5-in kvadratı -16 çoxhədlisinin vuruqları ayırın. Biz bilirik ki, A kvadrat minus B kvadrat necə açırdı? A minus B, A plus B şəklində. Burada da həmin düsturu tətbiq edəcəm. Yəni yazıram. Bir dəfə A minus 5 minus 4. Bir dəfə də A minus 5 plus 4 bərabərdir. Olacaq A minus 9, digərində olacaq A minus 1. -5 ilə 4 toplayıram, -1 verir mənə. A minus 9, A minus 1 hansı variantda var? A bəndində. Keçək digər sualı. 61-ə baxaq. 61-də üçbucağın tərəflərinin uzunluğu 16, 18 və 20 cm-dir. Təpələri verilən üçbucağın tərəflərinin orta nöqtələrində olan üçbucağın perimetrini tapaq. Əvvəlcə bir qəşəng üçbucaq çəkək. Üçbucağın tərəfləri 16, 18, 20-dir. Təpələri verilən üçbucağın tərəflərinin orta nöqtələridir. Yəni, təpələri verilən üçbucağın tərəflərinin orta nöqtələridir. Bax, bura, yəni bir orta nöqtədir. Burada da bir dənə orta nöqtə var. Burada da bir orta nöqtə var. Bunları birləşdirirəm. Bilirəm ki, orta xəttim. Qoyun bunu səliqə ilə çəkək. Mən bilirəm ki, mənim orta xəttim hipotenuzun, daha doğrusu oturacağın yarısıdır. Düzdürmü? Əgər bura 20-dirsə, bura olacaq 20-nin yarısı 10. Əgər fərqlə ilə göstərək, bu oturacaq 18-dirsə, bu hissə olacaq 18-in yarısı, yəni 9. Digərinə baxıram. Əgər bura 16-dırsa, 16, baxaq, orta xət 16-dırsa, bu orta xət nə olacaq? 16-nın yarısı 8. Baxın, görün, burada nə qəşəng bir dənə üçbucaq alındı. Bu üçbucağa baxaq. Bu üçbucağın da bizdən sahəsi, daha doğrusu perimetrini soruşur. Yazıram. Perimetr bərabərdir 10 topla 9 topla 8. O da verəcək mənə 27-ni. Cavab olacaq burada Y bəndi. Digər sual 60
İkinci suala baxırıq. Tam səthinin sahəsi 24 sm kvadrat olan kubun həcmini soruşur bizə. Mən bilirəm ki, kubun tam səthini necə tapırdım? Yazıram S tam. Bilirəm ki, kubun hər üzü kvadratdır. Nə qədər kvadrat var? 6 dənə. Tam səthinin sahəsi də olacaq 6 dənə A-nın kvadratı. İndi deyir mənə ki, 6 A-nın kvadratı 24-dür. Mən də yazıram. A kvadrat da bərabər olacaq 24 bölü 6 4-ə. A-nı tapıram plus minus 2-dir, amma bilirəm mənə burada müsbət 2 lazımdır. Və deyir mənə kubun həcmini tap. Kubun həcmi bilirəm A kubdan tapıram. Elə bil həm hündürlüyü, həm oturacağın tərəflərini bir-birinə vururam. Yəni hər tərəf bərabər olduğuna görə bir-birinə vuranda A kubu almış oluram. Bu da olacaq 2-nin kubu. Cavab olacaq burada 8. Keçək 63-cü suala baxaq. 63-cü sualda çevrənin uzunluğu 32 pi olan dairənin radiusunu tapın. Çevrənin uzunluğu L bərabərdir. 2 pi R ilə tapıram. Yəni 2 pi R-im 32 pi-yə bərabərdir. Verib mənə. Pilər gedəcək. R bərabər olacaq. 32-ni 2-yə bölsəm 6 almış oluram. Məndən dairənin radiusunu soruşur. Dairənin radiusunu da tapdım. Nəyə bərabər imiş? 16-ya bərabər imiş. Keçək 64-ə baxaq. 64-də nə deyir bizə? A-nın -5-in kvadratı, B-nin -5 kvadrat, C-nin də -5 olduğunu deyir. Deyir ki, bunları müqayisə eləyin. Gəlin bunları birlikdə müqayisə eləyək. A bərabərdir. -5-in kvadratı mənə verir müsbət 25-i. Üstü kvadratdır, cüzdür, mənfi itir. Burada isə mənfi üzərində olmadığına görə, mərtəzədə olmadığına görə bu -25-dir. Bu da -5-dir. Deməli, müqayisə eləsəm görürəm ki, 25-im böyükdür -5-dən, -5 də böyükdür -25-dən. Deməli, ardıcıl yazsam, A böyükdür C-dən, C də böyükdür B-dən. Baxaq görək, belə bir variant harda var? Deməli, burada olacaq. A böyükdür C-dən, bu da böyükdür B-dən. Cavab C bəndi eləyir. Sonra keçək 64, 65-ə baxaq. 65-də buranı silirəm. Kəsirin məxrəci surətindən bir vahid böyükdür. Bu kəsiri onun tərsi olan bir kəsirlə toplasaq cəmi 2,5 olar. Bu kəsiri tapın. Yəni deyir ki, kəsirin məxrəci surətindən, kəsirin surətinə bir n desəm və yaxud da bir a deyirəm. Məxrəci surətindən bir vahid böyükdür. Yəni a topla 1-dir. Bu kəsiri onun tərsi olan kəsirlə toplayıram. Yəni toplasam olacaq. Tərsi nədir? Yəni a plus 1 surətdə çıxacaq. A düşəcək məxrəcə. Toplasaq cəmi 2,5 alınır. Bunu da yazaram belə 205 kimi. İndi gəlin baxaq. İndi baxaq bu hansı ədəd ola bilər ki, burada ortaq məxrəc götürsəm, görürəm ki, a vur a topla 1-dir. Və yaxud da bunu belə də hesablaya bilərəm və yaxud da deyirəm ki, məsələn, özümdən bir ədəd verirəm, mən sadə ədəd. Məsələn, biri 2-də 1 olsun və yaxud da 2-də 1 yox. Elə götürək 3-də 2 olsun, topla məsəl üçün 2-də 3. Hesablasam, orta məxrəcim 6 olacaq. 2, 3. 4 üstə gəl 9, 13 olacaq. Baxaq indi 6 tam 10. Deməli 6-da 13. Bu da verəcək mənə nə? 2 tam 6-da 2-ni. Görün düz hesabladım. Daha doğrusu 2 tam 6-da 3-ü verəcək. Düzdürmü? 2 tam 6-da 3. Yəni yenə də almış oluram ki burada 2 tam 6-da 3. Belə də baxa bilərəm. Ya da bir dəfəlik açıb yazaq. Elə də yaza bilərik. Görək bunda biz nəyisə görürükmü? Biz bunda 2 tam 2-də 1 kimi alacam da. Elə bil bunu da 5-ə bölsəm. Bunu 5-ə bölsəm. Vay, hara getdim? Bunu 5-ə bölsəm 41. Bunu da 5-ə bölsəm 20 alıram. 20 almış oluram. Düzdürmü? Başqası nəyə bölünmür ki? Düzdür, bu da olacaq. Belə saxlaya bilərəm. 20-də 41. Ardıcıl ədədlər hansıların
Belə tapa biləcək. Bax, bu ardıcıl ədədlərin əkobunu tapdım da. Bunu da göstərdim ki, yəni bu şəkildə olur. İndi baxın. Və yaxud da vurub da yaza bilərəm. Vaxt getməsin deyə belə yazıram. Deməli 4 ilə 5-i götürə bilərəm də mən. Ardıcıldır da, A topla 1A. Yəni olacaq 1-i 5-də 4. Həqiqətən baxaq, topla. 4-də 5-i toplasaq. Görək həqiqətən də bizə bunu vermiş olacaqmı? Bərabərdir. 20-də 20-ni 5-ə bölsəm 5, 20-ni 4-ə bölsəm. Daha doğrusu 20-ni 5-ə bölsəm 4 alıram. 20-ni 4-ə bölsəm 5 alıram. 16 topla 25 də mənə nə verəcək? 16 ilə 25-i toplasam 1, 41. 20-də 41 almış oldum. Gördünüzmü? Bunu ixtisar edəndən sonra rahat şəkildə görə bildim. 20-də 41. Deməli mənim həmin kəsrim nə imiş? Elə 5-də 4-ün özü imiş. 5-də 4 burada yəqin ki bu olacaq. 5-də 4-də B bəndi. Sonra keçək. Keçək digər suala. Bölünən 496, qismət 4, qalıq 96-dır. Böləni tapın deyir. Deməli, birinci bilirəm bölünənimdir. Bölünən 496-dır. Bölünsün. Bölənə x deyirəm. Natamam qismətim 4-dür, qalığım da 96-dır. Biz bundan artıq dəfələrlə işləmişdik. 496 bərabərdir. Bilirəm ki, natamam qisməti vururam bölənə, üzərinə gəlirəm qalığa. Olacaq 4 dənə x bərabərdir. 496-dan 96 çıxıram, 400 almış oluram. X də bərabərdir 100-ə. Deməli, bölənim nəyə bərabər imiş? 100-ə bərabər imiş. Baxaq 37, daha doğrusu 67-yə. 67-də bizdən nə istəyir? Deyir ki, kökün altında 4 topla, kökün altında 25 ifadəsini tap. Kökün altında, bax, bundan çətinlərini işləmişik. Kökün altında 25 bizə 5-i verir. Bərabərdir. Kökün altında 9, o da bərabərdir. Nəyə? 3-ə. Burada da cavab eləyəcək A bəndi. Sonra keçək 68-ə baxaq. 68-də kəsirini deyir, ixtisar eləyin. Əvvəlcə kəsir xətti çəkirəm. Surətdə 7-ni çıxarda bilərəm. Olacaq D topla S. Məxrəcdə 21-i çıxardıram. Burada da olacaq D topla S. D topla S-lər gedəcək. 7 ilə 21-i ixtisar aparsam. 7 7-yə 1, 21 7-yə 3. Olacaq 3-də 1. Cavab olacaq burada da A bəndi. Keçək. Burada görünmür. Bir dəqiqə tam dəqiq buna baxım. Burada görünmür. Bizə nə verib? Bilirsən, burada 3-dür. Belədir. 1,5 vurulsun mənfi x bölünsün 3 çıxılsın 2. Hələ belə hesablayaq görək. Bərabər yazıram. Burada vur x də vardı. Elə bil ki, mənfi 1,5 vur x. İndi yerinə qoyub hesablasam daha yaxşıdır. X mənfi 2-dir. Yerinə qoyuram. Mənfi 1,5 vur mənfi 2 vurulsun mötərizədə. Mənfi 2-ni yerinə qoyanda müsbət 2. 3-də 2 çıx 2 olacaq. Bərabərdir. Mənfi 1,5-i mənfi 2-yə vuranda alıram neçə? 3. 3 vurulsun. 3-də 2-dən də 2-ni çıxanda olacaq 3, 1, 3-ü 1-ə 3 olacaq. 2-dən də 2 vur 1, 2, 2 vur 3, 6. 2-dən də 6-nı çıxanda mənfi 4 almış olacaq. Bundan bu gedəcək. Cavab qalacaq mənfi 4. Keçək. Digər sualı işləyək. 70-ci suala baxaq. Deməli, AX kvadrat topla BX topla C bərabər 0 kvadrat tənliyinin kökləri mənfi 5 ilə 3 olarsa, B bölə nisbətini tapın. Baxın, biot teoremi demişdim. Qəşəng öyrənin. X1 topla X2 nəyə bərabərdir? Əks işarə ilə mənfi B böl A-ya. Bu kvadrat tənliyi verilmiş kvadrat tənliyə əsasən. X1 vur X2 nəyə bərabərdir? Bilirəm ki, S bölünsün A-ya bərabərdir. Buradan da köklər mənə deyir ki, X1-im mənfi 5-dir. X2-im də 3-dür. Sadəcə verilənləri yazacağam. Yəni, mənfi 5 topla 3 bərabərdir. Mənfi B böl A-ya. Bu verəcək mənfi 2 bərabərdir mənfi B böl A-ya. A-nın deməli, buradan tapıram da, bunlar gedəcək olacaq belə. Bərabərlik nə yazdım burada? Mənfilə aparacağım 2 bərabərdir B bölünsün A olacaq. Hələlik bunu belə saxlayıram. Elə bil B-im 2 dənə A-ya bərabərdir. Miş kimi belə yazacağım. Sonra vurulmasına görə mənfi 5 vur 3 bərabərdir C bölünsün A-ya.
Buradan da mənfi 15 bərabərdir S bölünsün A şəklində. Buradan da S-ni tapıram. S də bərabərdir mənfi 15 A-ya. İndi məndən nə deyir? Mənə deyir ki, B böl A nisbətini tap deyir. Baxaq, B böl A nisbətini. Əgər mən S-ni görürəm ki, S ilə mənfi 15-dir. A-nın buradan 1 olduğunu görürəm. A1 olsa S mənfi 15 olacaq. İndi kvadrat tənliyi quranda özünüz də görəcəksiniz, başa düşəcəksiniz tam şəkildə. Deməli, B-nin də 2 olduğunu görürəm. Daha doğrusu 2. B-də 2-dir. Baxın, indi x kvadrat sonra x topla 2x minus 15 bərabərdir 0-a. Bax, yenə də bir-birinə vuranda 15 alıram. Biri mənfi 5-dir, həqiqətən biri 3-dür. Bir-birinə vuranda mənfi 15 almış oluram. Mənfi 5 ilə 3-ü də toplayanda mənfi 2 alıram. Və mən via terimdə bilirəm ki, bura yazanda onu əks işarə ilə yazmış olacam. Müsbət 2. Deməli, kvadrat tənliyim bu şəkildədir. Mənə də deyir ki, B böl A nisbətini tap. B-nin A-ya nisbəti olacaq 2 bölünsün 1. Cavab olacaq burada da 2. Keçək, digər sualları işləyək. İndi bizə nə deyir? Burada deyir ki, 180 ədədi 1, 2, 3 nisbətində 3 hissəyə ayrılmışdır. Bu ədədləri tapın. Tərs demədiyinə görə, deməli, bu düz mütənasib hissələr şəklində ayılıb. K topla, K ilə elə bil əvəz eləyirəm. 1-i K götürəcəm. Baxın, 1K-dır. İçini 2K götürəcəm. 3-ü də 3K. Nisbət olanda yanına ya K yazaram, ya A yazaram, ya B yazaram. Ürəyim nə istəyir yaza bilərəm. K topla 2 dənə K topla. 3 dənə K bərabərdir 180-ə. Toplasam 6K bərabərdir 180. K da bərabərdir 180 bölünsün 6-ya 30. K-nı 30 aldım. Bu ədədləri tapın deyir. K-nın 30 olduğunu tapdım. Sonra 2 dənə K 2 vur 30'dur. Bu verəcək mənə 60. 3K nisbətləri deyirdi, bunu tap. 3 vur 60, daha doğrusu 60 hardan gəldi? 30'dur. 3 vur 30 da 90'dır. Deməli olacaq 30, 60, 90. Bax, görə belə bir variant harda var? Əlbəttə ki, burada B bəndində. Sonra baxaq 72-yə. 72-də bizdən nə istəyir? 72-də deyir ki, deməli, bir dənə bu. Deməli, buna isə, bu suala isə 72-ci suala belə yanaşaq. Bilirəm ki, mən 2x minus 5'in, əgər bunlar oxşar üç bucaqlardır bizə veribsə, yazıram belə, 2x minus 5'in digər üç bucağın eyni tərəfdə. Yəni, bax, belə bir ki, bu bucaq, məsələn, bura bir dənə alfa desəm, bura bir beta desəm, həmin bucaq buranın da alfa, buranın da beta olduğunu görsün, xəttlərlə bizə göstərib. Əvvəlcə betanın qarşısındakı 2x minus 5'in digər betanın qarşısındakı 6-ya nisbəti bərabərdir. Alfanın qarşısındakı 4'ün digər üç bucaqda, daha doğrusu bura alfa yox, bura alfadır. Üzr istəyirəm. Mən bura verib baxı. Mən niyə bu balaca hissəni götürdüm? Alfa. 4'ün də x plus 4'ə nisbəti götürəcəm. Deməli, buranı silim. Yazıram belə, çarpaz vururam. Çarpaz vuranda 2x minus 5 vurulsun x topla 4 bərabərdir 6 vur 4, yəni 24'ə. Mötərizəni vurub açıram. 2x kvadrat toplam 8x minus 5x minus 20 bərabərdir 24'ə. 2x'in kvadratı topla 3x minus 20, 24 də keçir bərabərliyin sol tərəfinə olacaq mənfi 44 bərabərdir 0-a. Buradan diskriminantı hesablasam d bərabərdir 9 minus 4 vur 2 vur 44. Baxaq görək biz bizə neçəni verəcək? 8'i vuraq 44'ə alıram 352, üstünə 9 gəlsəm 361, o da 19'un kvadratı olmuş olacaq. Yəni bu 19'un kvadratı. X1 bərabərdir mənfi 3 topla 19 böl 2 vur 2 4. 19'dan 3 çıxıram 16. 16'ı 4'ə böləndə 4. Daha bunun x2 mənfisini tapmağa heç ehtiyac yoxdur. Çünki mənfi 3 çıx 19 böldür. Mənfi ədəd verəcək. Daha onu hesablamağa ehtiyac yoxdur. Deməli, aldım ki, mənfi 4. X-i mənfi 4. Daha doğrusu müsbət 4.
X cavab olacaq burada. Bizdən x-i soruşurdu. Cavab olacaq x bərabərdir 4. Keçək digər sualların izahına baxaq. 73-də kök yox, kök altı deyil. Deməli 37 3 rəqəmli ədəddir. Üzərinə gəlir 2b 2 rəqəmli ədədin cəmi cüt ədəd olarsa A plus B cəminin ən böyük qiymətini tapın. Bu cəmin cüt ədəd olması üçün baxın alt-alta yazanda bir şey görəcəksiniz. 2 elə bir 3 rəqəmli ədədin üzrə 2 rəqəmli ədəd gəlirəm. Bunun cüt olması üçün A topla B, yəni bu son rəqəmlərin cəmi də nə olmalıdır? Cüt olmalıdır. Necə baxaq? A-ya mən 9 versəm, B-yə 9 versəm, bu cüt ədəd eləyir. Amma bizə burada şərtdə nə verib? Deyir ki, A B-dən fərqli olmalıdır. Ona görə də 9 ola bilməz. A-ya 9, B-yə də deyim tutaq ki, 8 verib. 8 versəm 9 topla 8 17 olacaq. Bu cüt eləmir axı. Ona görə A-ya 9, B-yə 7 yazsam, bunların cəmi mənə 16 vermiş olacaq. Bunun da ən böyük qiyməti 9 üzərinə gəlir 7, yəni 16 olmuş olacaq. Burada da cavab olacaq 16. Keçək 74-cü sualın izahına baxaq. 74-cü sualda 2x topla y bərabərdir 5 tənliyinin qrafik üzərində absisi -4 olan nöqtənin ordinatını tapın deyir. Yəni absis nə idi? X idi demişdim də sizə. Absis deyir -4'dür. Bizdən ordinat oxunu soruşur. Yəni y-ni soruşur. X-in yerinə -4 qoyub hesablayıram. Topla y bərabərdir 5-ə. -8 topla y bərabərdir 5. Y də bərabərdir. -8 bərabərin sağ tərəfinə keçir. Olacaq 13. Yəqin ki, içərdə mexaniki səhv eləmədim. Burada da cavab olacaq 13. Keçək 75-ə baxaq. 75-də deməli bizdən nə istəyir? Sistem şəklinin üzərində baxaq. Bu suala deməli bir təpəsi koordinat başlanğıcında olan və diaqonalları 4-0 nöqtəsində kəsişən ABCD kvadratın sahəsini tapın. Diaqonalları 4 ilə 0 nöqtəsində kəsir. Diaqonal harda kəsişir? Burada kəsişir. Yəni x-in 4, y-nin 0 olduğu nöqtə buradır. Deməli, A-dan tutaq ki, bura bir dənə f desəm, A-dan f-ə 4-dür. F-dən C-yə də eyni şəkildə 4 olacaqdır. Diaqonallar həm də bölünəndə yarıya bölünürlər. Deməli, diaqonalın burada bir romb görürəm. Daha doğrusu bizə kvadrat deyir, fərqi yoxdur. Kvadrat kimi də baxa bilərəm buna. Kvadratımın diaqonalı deyir ki, 4 topla 4, ümumiyyətlə 8 tapdım. Məndən də sahəni soruşur. Sahəni necə tapırdım? Bilirəm ki, bütün dördbucaqlarda 2də bir diaqonal 1, diaqonal 2-dir. Burada diaqonallar bərabər olduğuna görə d kvadrat bölü 2 yazacağam sadəcə. Yəni 8-in kvadratı bölü 2. Bu da olacaq 64 bölü 2, 32 eləyir. Sonra keçək 76-ya baxaq. 76-da bunu belə sadələşdirim. Biraz bərabərləşdirim. Burada yazacağam. Tam əllərinin cəmini deyir tap. Mən bilirəm ki, belə bir bərabərçilik işləyəndə x-in qabağında nə varsa, onu mən mütləq nə eləməliyəm? İtirməliyəm. Yəni hər tərəfi 2-yə böləcəm. -3 bölü 2 kiçik bərabərdir 2x bölü 2. Kiçik bərabərdir 11 bölü 2. Bu verəcək -1 tam onda 5 kiçikdir x-dən. Bu da kiçikdir 5 tam onda 5 eləyir də. Bəli. 5 tam onda 5-dən. Deməli, x-imin tam həllərinin cəmini soruşduğuna görə tam həllər, yəni mənfi də götürəcəm, müsbət də götürəcəm, 0 da götürəcəm. Olacaq belə. -1 olacaq, 0 olacaq, 1 olacaq, 2 olacaq, 3 olacaq, 4 olacaq və 5 olacaq. Tam həllərinin cəmini soruşur. Mənə deyir ki, -1 topla 0, topla 1, topla 2, topla 3, topla 4, topla 5. Buradan, daha doğrusu, bunlar gedir 0-a. 2 topla 3, 5'dir. 5 topla 5, 10. O da 4, 14 eləyir. 77-yə baxaq. 77-ci sualda bizdən nə istəyir? 77-ci sualda tənliklər sistemi verib, x minus y ifadəsinin qiymətini soruşur. Deməli, baxaq. Burada, yəqin ki, bunlar kvadratdır da. Yəqin ki. Burada deyirəm ki, bir-birindən çıxsam, x kvadratları aparım, y kvadratları aparım. Olacaq belə. -7xy çıx 3xy, -10xy almış olacam. 14-dən də 4-ü çıxım da 10 alıram. Yəni x, y-nin hər tərəfi -10-a bölsəm, x, y-nin -1 olduğunu tapdım. Sonra isə
belə yaza bilərəm. Bax bu birincidə də birincidə yazıram ən yaxşısı. Bunu yazıram x minus y-nin kvadratı. X kvadrat minus 2x y plus y kvadrat. Minus 2x y-dir. Buna 5 minus 5x y yazsam bu mənə 7x y-ni vermiş olacaq. Düzdürmü? Bərabərdir nəyə? 14-ə. İndi yazıram x minus y-nin kvadratı. X y-nin yerinə -1 yazacağım. -5 vur -1 bərabərdir 14 olacaq. X minus y-nin kvadratı bərabərdir. -5'i -1'ə vuranda müsbət 5 alıram. 14'dən də 5'i çıxanda 9 alacağım. Bəli, 9 almış oluram. Buradan da x minus y bərabər olacaq. Hər tərəfdən 3 alsam plus minus 3'ə. Məndən modulda x minus y-ni soruşduğuna görə, yəni bunun müsbət qiymətini soruşacaq. Cavab olacaq 3. Keçdik artıq açıq tipli suallara. Baxaq, burada bizdən nə deyir? Buranı silirəm, baxırıq. AC və BD düz xətləri Y nöqtəsində kəsişirlər. Yəni deməli Y nöqtəsi buradır. Əgər YF, burada bir dənə F desəm, BYS tən böləndir deyir. Bura alfadırsa, burada alfadır, tən böləndir də yarıya bölürük bucağı. CYD 50 dərəcədir. Bura 50 dərəcədirsə, yazıram, bu açıq bucaqdır da, düzdürmü? Yəni alfa topla 50 dərəcəm bərabər olacaq 180 dərəcəyə. 2 alfa bərabərdir 180-dan 50-ni çıxıram, 130 dərəcə almış oluram. Alfa da olacaq 132-yə böləndə 65 dərəcə almış oluram. Alfa 65-dirsə, indi baxaq, burada nə görürəm, bizdən nə istəyir bilmirəm. 65 dərəcə, burada 65 dərəcə. Burada neçə dərəcə verib mənə? 50 dərəcə. Bura 50-dirsə, bunun qarşı bucağı da 50 dərəcə olacaq. Bizə nə istəyir? A, Y, bura Y idi, burada F idi. A, Y, F buranı soruşur. Yəni deyir ki, 56 qoy yazaq. Yazım qoy. Bucaq A, Y, F nəyə bərabərdir? 56 topla 65'ə. Bu da verəcək mənə 1, 11, 121'i. 121 dərəcə. İnşallah ki, mexaniki səhv. Daha doğrusu, bir dəqiqə 11, 1 yadda, düz elədim. Mexaniki səhv eləmərəm inşallah. Baxaq, indi keçək digər suala. Burada nə deyir mənə? İndi buranı silim. ABCD düzbucaqlısında BM perpendikulyardır. Bu şəkli istəyirəm mən burada çəkim. Orada tam deyil. Burada istəyirəm qəşəng çəkək. Bir dənə belə bir düzbucaqlı verib mənə. Bu düzbucaqlıya bura bir dənə hündürlük çəkib mütləq. Yəni belə bir hündürlükdə bizə deyir orada. Bir dənə də belə bir hündürlük çəkib buradan bura. Bu da yəni 90 dərəcədə hündürlüyü bilirəm. Burayla da bu hissəni birləşdirib. Mən bunu belə çəkeyim. Bir dəqiqə bunu səlqə ilə çəkib gəl. Deməli, adlandırıram. Bundan səlqəli andıra bilmədim. ABCD. BM bizə deyir BM AC-yə perpendikulardır. DN-də burada N-dir. Burada deyir AC-yə perpendikulardır. BM-i verib bizə 5. BMN-in sahəsini 60 verib. BM-in sahəsi burada bir dənə düzbucaqlıdır da, elə bir ki, baxın, düzbucaqlı üçbucaqdır. Sahəsini 60 veribsə, tutaq ki, bu M-nə yazıram belə də bunu. Yazıram 5 vurulsun M-N böl 2 bərabərdir 60'a. Bundan bu getsə 12. M-N'in 24 olduğunu aldım. Burada deyirəm ki 24. Və burada bütöv bir dənə düzbucaqlı üçbucağa baxsam, görün nə görmüş olacam. Belə bütöv bir düzbucaqlı üçbucaqda baxsam 90 dərəcədir, düzdürmü? Bura 24'dür. Burada bir dənə A desəm, bilirəm hündürlüyün kvadratı bərabər idi. Onun ayırdığı hissələr M vur N idi ha bizdə. Həmin o düsturu burada tətbiq edirəm. Yəni 5'in kvadratı bərabərdir. A vur 24. Bir də uşaqlar. Bax, bilirəm ki, bu 90, deməli, hündürlüyü buradan çəkmişəmsə, bu ayırdığı hissə ilə bu ayırdığı hissə bir-birinə bərabər olur həmişə. Ora adırsa, digər tərəf olacaq 24 topla A-ya.
Yəni 25 bərabərdir A vur 24 topla A-ya. Buradan da A-nın 1 olduğunu artıq görürəm və yaxud da görmürüksə, mötərizəni vurub açıb diskmatla da hesablaya bilərik. A-nın 1 olduğunu gördük. Sonra isə məndən AC-ni soruşur. Həbsi AC nəyə bərabərdir? AC bərabər idi. A topla 24 topla A-ya. Yəni 24 topla 2 dənə A-dır da 2. Bu da verəcək mənə 26. Burada da cavab eləyəcək 26. Baxaq görək düzmü hesabladıq. AC-ni soruşur. Bəli. Keçək digər suala. Buranı 80-cı suala baxaq. 24 şagirddən ibarət sinif fizika və kimya fənləri üzrə qiymətləndirildi. Fizika fənnində qeyri-məqbul qiymət alanların sayı 8, hər iki fəndə məqbul qiymət alanların sayı 9 nəfər olarsa, yalnız fizika fənnində məqbul qiymət alanların sayını tapın. 24 şagirddən, deməli, fizika, bir də kimya fənləri üzrə qiymət alıblar. Məqbul olan, məqbul olmayanlar. Belə yazacağım. Fizika fənnində qeyri-məqbul qiymət alanların sayı, məqbul olmayan, yəni buraya yazıram. Ya da qeyri-məqbul yazım. Aydın olsun, qımı yazıram qısa. Qeyri-məqbul qiymət alanların sayı 8-dir. Hər iki fəndə məqbul qiymət alanların sayı isə 9-dur. Deməli, qeyri-məqbul qiymət alanların fizika fənnindən qeyri-məqbul qiymət alanların 8-dirsə, məqbul qiymət alan şagirdlərin sayını da tapa bilərik də biz. Və yaxud da hələ belə yazaq. Sonra deyir, hər iki fəndən məqbul qiymət alanlarının sayı. Hər iki fəndən də 9 nəfər. 9 nəfər buradan məqbul qiymət alır. Hər ikisində 9 nəfərdir. Məsələn, bura A desəm, bura B desəm, A ilə B-nin cəmi mənə 9 nəfəri verəcək. Neçə nəfər qalacaq bu tərəfdə? Məqbul olmayanların sayı. 24-dən 9 çıxanda 16, 15 almış olur, amma 15 nəfər qalırdı. 9 nəfər çıxanda 15 nəfər eləyir. Bura 15 nəfərdirsə, yalnız fizika fənninə məqbul qiymət alanların sayı da, bura bilmirəm də, bura topla x kimi götürsəm, 8 topla x bərabərdir 15 nəfərə, x olacaq 15-dən 8 çıxanda 7. Burada olacaq 7 nəfər yalnız fizika fənninə məqbul qiymət alıblar. Deməli, buradan x-i 7 tapdım. Yəqin ki, aydın oldu. Məqbul qiymət. Mən qeyri-məqbulu tapdım. Baxın, bir də gəlmişkən məqbul qiymət alanların sayını tapın. Məqbul qiymət alanların sayı 9 nəfərdir. Sonra keçək. Digər suala da baxaq. Burada nə istəyir? Bizə cədvəldə 26 tələbənin riyaziyyat imtahanında topladığı ballar haqqında məlumat verilmişdi. Ardıcıl seçilmiş 2 tələbənin birincisi 70-84 arası, ikincisi 85-99 bal arası nəticə göstərmiş tələbə olması ehtimalını tapın. Seçilmiş 2 tələbənin birincisinin 70 ilə 84 70-84 arası. Yəni 75 ilə burada bizə verib də 82. 10 nəfərdir burada tələbələrin sayı bu aralıqda. İkincisi isə 85 ilə 99. 85 ilə 99 da bizə verəcək hardasa buradan 99-da, yəni bu aralığa düşür də 13 nəfər. 10-13 nəfər. Deməli, belə yazacağım. Ehtimalımı yazıram. P həmişəki kimi və yaxud da P də yaza bilərəm. Deməli, ümumi əvvəlcə 70-80 arası 3 ilə 7 götürdüm axı mən. Nə qədər tələbə var? 26-dan 10 nəfəri və ardıcıl seçilib də deyir. Vurma yazacağım. 13-dür digəri də. Daha doğrusu 26-dan 13 yazacağım. 13 nəfərdir axı burada. 26 ilə 13 ixtisar aparıram. 2. Sonra baxaq, onu 10-dan 2-ni aparsam burada 5 qalacaq. Olacaq belə. Bir dəfə də baxım görüm. 2. Yox, daha doğrusu üzr istəyirəm. Burada mən birini seçmişəm axı artıq ardıcıl deyil. Birini seçmişəmsə vurma yazıram.
Bir nəfəri seçmişəm. 25 nəfərdən qalır 13 nəfəri. Daha doğrusu 13 nəfəri düzdür. Burada da düzgün şəkildə ixtisar aparaq. Bu 2 aparsın. Bundan bu getsə 2. 2 ilə də bunu aparsam, bundan da 5 ilə də 5 gedəcək. Olacaq 5-də 1. Cavab olacaq nə? 0,2. Burada da cavab eləyir 0,2. Bu qədər uşaqlar. Hələlik.